Salam, hər vaxtınız xeyir olsun əziz tələbələr. Gəlin bugün 15 fevral 2026-cı il magistr imtahanının birinci cəhdinə düşən reading mövzusuna toxunaq. Ümumiyyətlə bir neçə gün ikinci cəhdə qalıb imtahana və indidən sizə uğurlar arzulayıram. Düşünürəm ki, bu mətn təhlili sizə imtahanda kömək etmiş olacaq. Ümumiyyətlə mətni necə işləmək lazımdır? İlk növbədə nəzərdən keçirirsiniz və əsas olan nüansları suallardan tapırsınız. Yəni suallara nəzər yetirdikdə təbii ki, cavablarını da axtarmağa çalışırsınız. İndi gəlin ümumiyyətlə məzmunla tanış olaq, sonra suallara keçid edək. Deməli, nədən bəhs edir burada? Burada Derin adlı bir şəxsdən danışılır, hansı ki o özünü psixoloji illüzyonist kimi xarakterizə edir və insanları valeh edən qabiliyyətinin olduğunu vurğulayır. Onun şouları qeyri-mümkün görünən təsirli çıxışlarla doludur. O sihirbazlıq fəndləri, hipnoz kimi texnikalardan istifadə edir. Hətta Britaniyada o auditoriyanı heyran qoyan bir media ulduzudur və belə bir fikir irəli sürür ki, o ekstrasens deyil, yəni onun belə bir potensialı yoxdur, fikir oxuma gücünə malik deyil. Həmçinin onun üçün önəmli olan sihirbaz və auditoriya arasında münasibətdir. Əsas amillərdən biri budur. Mətnin məzmunu budur. Gəlin suallarla tanış olaq. Deməli, daha yaxşı anlamış olacaqsınız mətni. Deməli, burada birinci suallara baxırıq ki, nə istəyir? True or false? Yəni, doğru və yaxud informasiyanın yanlış olduğunu tapmalıyıq. Baxaq, ilk sual nədir? In one show Derin competes against amateur chess players. Yəni burada həvəskar şahmat oyuncuları ilə mübarizə apardığı haqqında informasiya var. Bəli, mətndə göstərilir ki, o deməli şahmatçılarla oyun oynamışdır, mübarizə aparmışdır, amma fikir yanlışdır. Nəyə görə? False olacaq. Çünki baxın, mətnə diqqət eləsəniz bu hissəsinə. He plays chess against 6 professional players at the same time and wins. Bu hissədə göstərir ki, 6 professional oyuncu ilə eyni vaxt oynamışdır və qalib gəlmişdir. Ona görə də informasiya düzdür o baxımdan ki, bəli, şahmatçılarla oynamışdır, mübarizə aparmışdır, amma həvəskarlarla deyil, məhz professional oyuncularla oynamışdır. Ona görə də doğru variantımız false olacaq. İndi baxırıq ikinci suala. Darren Brown's shows include both ordinary and complicated tricks. Onun şouları, illüziyaları, yəni həm adi, sadə, həm də mürəkkəb, yəni nisbətən deməli mürəkkəb fəndlərdən ibarət idi. Belə bir informasiya var. Bəli, doğrudur. Çünki bu hissəyə diqqət eləsəniz, elə məhz biraz yuxarıda görərsiniz ki, burada yazılıb ki, his shows are full of his special kind of illusion, sometimes simple and sometimes very complex. Burada həmən hissəni sizə sinonim olaraq verib əziz tələbələr. Siz sinonim bölümünü də bilməlisiniz ki, ordinary, simple, complicated isə complex olduğunu biləsiniz və doğru variant kimi məhz true olan variantı götürəsiniz. Növbəti üçüncü sual. All of Darren Brown's shows involve the same tricks and different endings. Burada isə onun şoularının, onun deməli göstərdiyi illüziyaların məhz eyni fəndlər və müxtəlif sonluqlar, nəticələrdən ibarət olduğunu deyir. Bu səhv fikirdir, çünki burada olan informasiya əsasən məhz göstərilib ki, the tricks are very different, müxtəlif idi fəndlər, but the result is always the same. Amma nəticə həmişə eyni idi. Burada isə nəticənin görürsünüz sonluğunun ayrı olduğunu vurğulayır, hiylə fəndlərin isə eyni olduğunu göstərir. Ona görə də doğru variant məhz false olacaq. Növbəti sual. Darren Brown was taught various tricks of magic by an illusionist. Illusionist o deməkdir ki, yəni başqa bir illüziyaçı tərəfindən öyrədilirdi ona, yəni özü deyil, kimsə öyrədirdi. Bu səhv fikirdir, çünki burada diqqət eləsəniz görərsiniz ki, Brown taught himself, özü öyrənirdi. Heç kəs ona öyrətməmişdir. Bu heç kəs öyrətmədiyi üçün bu fikir səhv olacaq və bizim doğru variantımız false olacaq. İndi digər suallara diqqət eləyək. Baxın, digər suallarda qeyd olunub ki, Darren Brown confesses that, o etiraf edirdi ki, nəyə etiraf edirdi? Baxın, biz mətnə giriş eləyəndə, nəzər eləyəndə gördük ki, o etiraf edirdi ki, onun xüsusi bir istedadı yoxdur. Yəni, ekstrasenslik barəsində, fikirləri oxumaq barəsində, bəli, bunu özü də qeyd edirdi. Ona görə də Y variantında məhz he doesn't possess exceptional supernatural talent. Onun fövqəladə təbii bir istedadı yox idi ki, yəni bunu etiraf edirdi təbii ki. Və növbəti sual.
how did Darren develop a new form of show? Öz şovlarının necə, yeni formalarını necə yaradırdı, necə inkişaf etdirirdi mənasında. O nə edirdi təbii ki? Deməli, C variantında he integrated manual magic tricks with mental illusions. Bəli, bu variant doğrudur. Çünki o deməli sehrbazlıq fəndlərini psixoloji illüziyalarla birləşdirirdi. Bu variantda da məhz o göstərilib. Növbəti sual, what does the word fascinated in the passage mean? Bunun mənasını istəyir ki, heyran mənası, yəni maraqlı olan bir şey təbii ki, heyran olmaq ifadəsini verir. Yəni daha bir şeyə maraq göstərirsən, heyran verici mənasında. Fascinated məhz o mənanı verir ki, bu da D variantında interested-ə uyğun gəlir. Və nəhayət axırıncı sual, which of the following questions does the passage answer? Hansı suallara mətndə cavab var? Bu da baxın, biz dedik ki, bayaqları o nə edirdi? Sehrbazlıq fəndləri, hipnoz kimi texnikalardan istifadə edirdi ki, məhz 4-cü sualda what techniques does Darren use in his shows? Hansı texnikalardan istifadə edirdi? Ona görə də bu sualın cavabı məhz mətndə olduğu üçün 4 doğru variantdır və nəhayət axırıncı what did Darren Brown realize over time? Zamanla o nəyi sezdi, belə deyək də. Dedik ki, o sehirbaz və auditoriya arasında münasibətin daha önəmli olduğunu belə deyək də özü üçün nəticə çıxartdı. Ona görə də 5-ci variantda, 5-ci cavabda sual daha doğrusu var. Mətndə ona görə də doğru variant 4 və 5 olacaq. Sizə 17 may 2-ci cəhd imtahanında uğurlar arzulayıram. Növbəti dərsi sağlam. Görüşənədək sağ olun.